Siz bir bişirin dadına baxın, xırçıltıya baxın, səsə baxın, ləzzətə baxın. Çox gözəl bir reseptlə qarşınızdayım. Mütləq qeyd edin. Kartoşkalarımızı soyuruq qabıqdan, suya atırıq ki, bişsin, yaxşıca yuyuruq. Mən belə hissələrə doğrayıram deyə mənə belə rahatdır, tez bişir kartoşkamız və qoyuruq unuduruq, bişsin. Keçək xəmirimizə. 600 qram un lazım olacaq bizə, 600-650 qram, 1 dolu çay qaşığı duz, şəkər, maya, yarım stəkan süd və əsas məsələ kartoşkamızdan çıxan su ilə yoğururuq bu xəmiri. Həmin o 1 stəkan dolu tökürük. Mən mikserin köməyindən istifadə edirəm. Yavaş-yavaş 3 xörək qaşığı bitki yağı əlavə edirik sonda və belə axıntılı, ələ olduqca yapışan bir xəmir olur. Belə də olmalıdır. Baxın belə. Görürsünüz. Biraz da özünə gələndə o qədər ələ yapışmayacaq. Kartuşkamızın üzərinə kərə yağı, duz, istiot, bişmiş soğan. Mən biraz da şüyüd əlavə edirəm həmişə. Siz vurmaya da bilərsiniz. Şüyüdlə mənə belə daha ətirli və daha ləzzətli gəlir deyə vururam. Pörəmizi hazırlayıb qarışdırırıq, qoyuruq kənara. Bu arada 1 saat keçdikdən sonra xəmirimiz artıq gəlib. Əlcəklərimizi geyməyi unutmayaq. Görürsünüz, biraz ələ yapışan, əlimi yağlamışam. Xəmirimiz var. Arasını açırıq, yəni burasını çox da izah eləməyə ehtiyac yoxdur. Yəni hasad bir şeydir. Kartoşkamızı 1 dolu xörək qaşığı əlavə edib qıraqlarını bükürük. Açılması və prosesi tam hamısı hazır olana qədər təkrar edirik. Tavamıza yağ əlavə edəcəyik. Yağ tam dağ olmalıdır, isti şəkildə olmalıdır və bol olmalıdır. Piraşk içində üzməlidir, belə deyim ki, hər tərəfə yağı yayılsın və bişsin. Qızarana qədər bişiririk və sonda bir dolu ləzzət qab nuş edirik piraşkimizlə.